Ukrayna. Ukrayna Avropada Rusiyadan sonra ən böyük ikinci ölkədir. Ukrayna qədim tarixə, güclü mədəniyyətə malik olan bir müstəqil dövlətdir. Ukrayna Şərqi Avropada yerləşir. Ukrayna Rusiya, Belarusiya, Polşa, Slovakiya, Rumıniya və Macarıstanla quru sərhəddi var. Həmçinin ölkənin Qara dənizə də çıxışı var. Ukraynanın torpaqları kənd təsərrüfatı üçün çox yararlı bir vəziyyətdədir. Ukraynanın paytaxtı Kiyev şəhəridir. Kiyev Avropanın ən qədim şəhərlərindən biridir. Ukraynanın əhalisinin çoxu pravoslav xristianlardan ibarətdir. Gəlin biraz şəhərləri haqqında danışaq. Xarkov elm və sənaye mərkəzi. Odessa liman şəhəridir və həddindən artıq gözəl bir Ukrayna şəhəridir. Lvov tarixi və Avropa üsullu bir şəhərdir. Ukraynanın ümumiyyətlə şəhərləri çoxdur. Kiyev, Xarkov, Mariupol, Melitopol, Xerson, Odessa, Zaporojye, Lvov, Krivoy Rog, Kupyansk, Marinka, Kramatorsk və s. Ukraynanın əhalisinə gəldiksə, Ukraynanın əhalisi 30 milyondan artıqdır. Lakin Rusiya-Ukrayna müharibəsi başlamamışdan əvvəl əhalinin sayı təxminən 40 milyon idi. Bu isə Ukraynanın müharibə vaxtı dağıdılmış bir sıra şəhərlərdir. Həqiqətən də dəhşətli görüntülərdir. Ukrayna Azərbaycan kimi də uzun illər Sovet işğalından əziyyət çəkib. Ölkə 1991-ci ildə öz müstəqilliyinə qovuşub. Ukrayna iqtisadiyyatı hal-hazırda əsasən kənd təsərrüfatlarından asılıdır. Lakin Rusiya-Ukrayna müharibəsi başlamamışdan əvvəl Ukrayna çoxlu sayda turist qəbul edən ölkələrdən biri idi. Ukrayna çox zəngin bir mədəniyyətə malikdir. Xalq rəqsləri, milli geyimləri, milli mətbəxi, Ukraynanın ən tanınmış milli mətbəxi isə boşdur. Ölkə 2022-ci ildən bu yana müharibə vəziyyətində yaşayır. Xatırladım ki, 24 fevral 2022-ci ildə Rusiya-Ukrayna hücumundan sonra Rusiya-Ukrayna müharibəsi başlamışdır. Bu müharibə Avropada 2-ci Dünya müharibəsindən sonra ən qanlı müharibədir. Həqiqətən də Ukrayna çox gözəl bir ölkədir. Bax belə, bu gün sizə çatdırmaq istədiyim məlumat bundan ibarət idi. Xahiş edirəm mənim Telegram kanalıma abunə olun. Telegram kanalımın linki profildə var.